Salam, hörmətli Paralel TV izləyiciləri, xoş gördük sizi. Bugünkü növbəti canlı yayımıza başlıyoruz. Bugünkü canlı yayımızda həmişə olduğu kimi Ramiz bəy qonağımızdır. Ramiz bəy, xoş gəlmişsiniz. Xoşun olsun, təşəkkür ederim. Bu dəfə Azərbaycandan danışacağıq və bu mövzuda, ümumiyyətlə bu verilişdə Azərbaycanda gərginlik hiss olunur. Evet. Bu gərginliyin aradan qaldırılması üçün nə etmək lazım? Məsələn, həddindən çox ciddi şəkildə problemlər var. Evet. Qiymət artımıdır, rüşvətxorluq, korrupsiyanın güclənməsi və bu istiqamətdə nə təklif edirəm? Təşəkkür edirəm. İlk öncə mən dinləyiciləri salamlayıram hamısına. Ayrı-ayrılıqda can sağlığı, uzun ömür, ailələrində salamatçılığı və ruzu bərəkət arzu edirəm Allahdan. Deməli, Azərbaycandakı yaranan bu gərginlik, bu son vaxtlar, bu cürə deyək ki, Türkiyə Prezidenti hörməti Rəcəb Tayyip Ərdoğanın nitqlərində Çaldıran döyüşündə dediği fikirlər Azərbaycanda rezonans doğurdu. Elə düşünmək olar ki, Azərbaycanda oturub belə bir şey gözləyir hörmətli Rəcəb Tayyip Ərdoğandan və gərginlik qalxdı, özü pik həddə qalxdı və bu Bir dəqiqə cavab verin. Akif bəy. Tutardı. Oldu. Oldu. Çox sağ olun. Təşəkkür. Sağ olun. Buyurun, söhbətinizə davam edin. Deməli, bu gərginlik, bu əsəbilik ki, YouTube'da, sosial şəbəkələrdə ki, özünü büruzə verdi, bu təkcə onunla əlaqəli deyil ki, burada Şah İsmayıl Sultan Səlim məsələsidir. Eyni zamanda da ölkədə iqtisadi vəziyyətin ağır olmasının, cəmaatın belə deyək ki, maddi durumunun çətin olması da öz belə deyək ki, bəhrəsini verir. Yəni biz keçən səfərlərdə də dedik ki, belə bir atalar sözü var, ac özünü qılınca. Və bu insanlar